Bismillahirrahmanirrahim. Bilirsiniz, bəzən çətin olur. Adam başa düşür. Nəyi? Bir də görsən sənə mesaj gəlir, zəng gəlir. Götürsən telefonu belə baxırsan məsəl üçün. Mən buna cavab verim, verməyim. Olur da bəzən elə adamlar yazırlar ki, adam istəmir cavab versin. Cavab verməzsən bir problemdir. Cavab verirsən söhbət uzanır, bir baş ağrısıdır. Bəzən belə hallarla hər birimiz rastlaşırıq. Peyğəmbər sallallahu buyurur ki, gözüm telefonda qaldı, görüm mesaj gələcək, gəlməyəcək. Peyğəmbər sallallahu buyurur ki, sizə dünya və axirət ən xeyirli əxlaqın deyimmi? Sənə zülm eləyəni bağışlamaq. Çətin də əslində, hə? Bir nəfər sənə zülm eləyirsən, onu bağışlayırsan. Bayaqki məsələyə gəlirik. Səninlə əlaqəni kəsənlə əlaqəni bərpa eləmək. Adam sənə heç yazmır, eləmir, sənin əlaqə saxlamır və sən əlaqə saxlamalısan. Bu da çətindir, hə? Sənə pislik edənə, aha, bir dənə mesaj gəldi. Baxın, baxmayım. Sənə pislik edənə yaxşılıq etmək və səni nədənsə məhrum edənə əta etmək. Bu ikisini də bacarmaq çətindir əslində. Amma əziz qardaşım, əziz bacım, Peyğəmbər sallallahu buyurduqlarını çətin də olsa bunları etmək bizim üçün fayda verəcək inşallah. Ona görə də çalışaq ki, maksimum şəkildə çalışaq, yaxşılıq eləyək, pislikdən uzaq olaq inşallah.